45 gün öncə çəpərəyirlik, nəfəs alma və estetik görünüşlə bağlı problemlərə görə Rusiyadan müraciət edən həmyerlimiz. Pasientimizin üzü də kəskin asimetrik idi. Xanım burun forması olaraq nisbətən dik bir burun forması istəyirdi və indi sizlərə əməliyyatdan cəmi 1 ay yarım sonra olan əməliyyat nəticəsini təqdim edirik. Öncədən diqqətinizə çatdıraq ki, hal-hazırda burun və burun ucunda dəraltı şişkinliklər var. Bu şişkinliklər çəkildikcə burun daha balaca, daha estetik bir görünüş alacaq. Və indi gəlin baxaq, görək ki, biz nə əldə etmişik. Dərinin durumunu nəzərə alsaq, 1 ay yarıma bu cür vəziyyətə gəlməsi bizi çox sevindirir və xanımın öncəki istəkləri də buna uyğun idi. Və burun dəliklərindəki olan asimetriyanı da biz aradan qaldırmışıq. Diqqət edin, buradakı görünüşlə indiki görünüş arasındakı fərqi məncə görünür açıq-aydın. Və nəzərə bir şey alaq ki, bu burun artıq hələ ki 1 ay yarımdır əməliyyat nəticəsidir. Bu əməliyyatı biz 1 ilində eyni ilə istədiyimiz nəticəyə aldığımızı düşünürük və bu bizi çox sevindirir. Bizi seçdiyiniz üçün təşəkkür edirəm. Xeyirli uğurlu olsun. Siz istədiyiniz kimi olub, bunu öz fikriniz istəyir? Çox xoşum gəldi, bəli. Təşəkkür edirəm geniş məlumat verdiyiniz üçün. Hüseyn Məmmədov Rinoplastika komandası olaraq hər zaman xidmətinizdəyik.